Salam uşaqlar, hər birinizi xoş gördük. Deməli, sabahlarım güvən nəşrlərinin sınaq imtahanı olacaq. İmtahanda iştirak edəcək bütün şagirdlərə uğurlar arzulayıram. Bu da sizlərə dəstək məqsədi olaraq keçən il güvən nəşrlərinin deməli 25 may tarixində keçirdiyi sınaq suallarının izahını verəcəm. Belə ilə vaxt itirmədən keçən sualların izahına. Deməli uşaqlar, birinci sualda bizə nə deyir? Deyir ki, qatar yerə nəzərən 10 metr/saniyə sürətlə hərəkət edir. Qatarda olan sərnişin onun hərəkəti istiqamətində 0.6 metr/saniyə sürətlə hərəkət edərək bir vaqondan digərinə keçir. Bu sərnişinin yerə nəzərən sürəti. Fikir verirsinizsə, qatarla sərnişin eyni istiqamətdə hərəkət edir. Buna görə də sərnişinin yerə nəzərən sürətini tapanda qatarın sürəti ilə sərnişinin sürətini toplayırıq. 10 üstə gəlinsin 0.6 cavab olacaqdır 10,6 metr bölünsün saniyə. Doğru cavabımız Y variantı. 32 nömrəli sual. Saatın 20 sm uzunluqlu dəqiqə əqrəbinin uc nöqtəsinin 30 dəqiqə ərzində yer dəyişməsinin modunu hesabla. Fikir verirsinizsə zamanımız 30 dəqiqə. Buradan söhbət gedir dəqiqə əqrəbindən. Dəqiqə əqrəbinin də döyüşmə periodu 60 dəqiqə. Düzdürmü? Buradan gördüyümüz kimi zaman periodun 2/1'ni təşkil edir. Yəni zaman periodun 2/1 hissəsini təşkil edir. 2/1'də də biz demişik ki, yer dəyişmə nəyə bərabərdir? 2R-ə bərabərdir. Bu da 2 vurulsun. Burada əqrəbi uzunluğunu radius qəbul edirik. O da vurulsun 20. Cavab olacaqdır 40 cm. Yəni A variantı. 33 nömrəli sual. Tarazlıqda olan dinamometrin göstəricisine əsasən ondan asılan cismin kütləsini hesabla. Deməli, bu cismin kütləsinə M desək, buna aşağı doğru bir ağırlıq qüvvəsi təsir edir MC qədər və hal-hazırda dinamometrin göstəricisi də 60 Newtonu göstərir. Onu da buradan yazarıq ki, MC bərabərdir 60-a, J 10, deməli 10M bərabərdir 60-a, M də buradan olacaqdır 6 kiloqram. Doğru cavabımız A variantı. 34 nömrəli sual. Mail müstəvi üzərində sükunətdə olan cismə təsir edən ağırlıq qüvvəsi və dayağın reaksiya qüvvəsinin istiqamətini tap. Biz bilirik ki, uşaqlar, ağırlıq qüvvəsi tən ortadan aşağı doğru, mərkəzə doğru yönəlir. Yəni ağırlıq qüvvəsi istiqaməti 4 istiqamətindədir. Reaksiya qüvvəsi isə dayaq tərəfindən cismə göstərilən reaksiya qüvvəsidir. Baxın, bu da 2 istiqamətində olacaqdır. 4 və 2 doğru cavab D variantı. 35 kütləsi 4 kiloqram olan cisim üfüqi səth üzrə düz xətli bərabər sürətlə hərəkət edir. Bu cismə təsir edən sürtünmə qüvvəsinin qiymətini hesabla. Deməli uşaqlar, cismə təsir edən qüvvə F-dir və sağa doğru gedir. Onda hərəkətin əksinə bu cismə bir sürtünmə qüvvəsi təsir edir. Və burada bizdən sürtünmə qüvvəsini soruşur. Biz də bilirik ki, sürtünmə qüvvəsi mü vurulsun N-ə bərabərdir. Bəs N nədir? Bu cismə aşağı doğru ağırlıq qüvvəsi təsir edir. Dayaq tərəfindən də cismə yuxarı doğru reaksiya qüvvəsi təsir edir. Şaquli istiqamətdə olan qüvvələri yazsaq, yuxarı N, aşağı isə mj var. Deməli, bu halda sürtünmə qüvvəsi olacaqdır mü mj. Yerinə qiymətləri qoysaq, mü 0,2-dir. M 4'dür, J də 10'dur. Buradan nə alınır? 8 Newton. Deməli, sürtünmə qüvvəsi 8 Newtondur. İşdi şayətdir bizdən desəydi ki, bu qüvvəni tap. Uşaqlar, bu qüvvə də 8-ə bərabər olardı. Çünki düz xətti bərabər sürətli hərəkət deyir. Düz xətti bərabər sürətli hərəkətdə dartı qüvvəsi ilə sürtünmə qüvvəsi bir-birinə bərabərdir. Yəni, sürtünmə qüvvəsini 8 Newton tapmışamsa, deməli, burada dartı qüvvəsi də 8 Newton olardı. Bax, birdən bunu soruşa bilərdi sizdən. 36 nömrəli sual. 30 kiloqram kütləli cismi tarazlıqda saxlayan F qüvvəsinin qiymətini hesablayın. Deməli, burada linkin çəkisi də nəzərə alınmır. Bu daha rahatdır. Onda dayaq nöqtəsi buradır və dayaq nöqtəsinə görə momentlər qaydasını yazsaq, 30 kiloqramın ağırlığı aşağı doğru 300 Newtondur və onun qolu burada 3 bölgüdür. F-in qolu da burada, deməli, 5 bölgüdür. Onda yazaq, 300 vurulsun, 300'ün qolu 3 bərabərdir. F vurulsun, F'in də qolu 5'dir. Deməli, 300-dən 5'i ixtisar eləsəm burada 60 qalır. 60'a da 3'ə vuranda F qüvvəsi olacaqdır 180 Newton. Doğru cavab C variantı. 37 nömrəli sual. Yer səthindən 5 metr hündürlükdə potensial enerjisi 40 olan cismin kütləsini hesabla. Biz bilirik ki, cismin potensial enerjisi mgh düsturu ilə tapılır. Buradan m'i tapanda olacaqdır. Y potensial bölünsün gh. Yerinə qiymətləri yazaq. Potensial enerji 40'dır, J 10'dur, vurulsun. Hündürlük də buradan 5'dir.
Bunlar gedir. 4 də 5-ə böləndə olacaq 0,8 kiloqram. Doğru cavabımız D variantı. 38. Mexaniki gücün zamanlı asılılıq diaqramında hansı nöqtə mexaniki işin ən böyük qiymətinə uyğundur? Gücün düsturundan bilirik ki, M bərabərdir A bölünsün T'dir. Biz buradan A-nı tapanda alırıq ki, N vurulsun T'dir. Deməli, bizə mexaniki işin böyük qiymətini soruşur. İşin böyük olması üçün gücün də zamanın da böyük qiymətləri lazımdır. Hər ikisinin böyük qiymətləri, N'in böyük qiymətləri budur, zamanın da böyük qiymətləri budur. Bu xəttlər harda kəsişdisə, o doğru cavabımızdır. 39. Mexaniki dalğanın dalğa uzunluğunun rəqs periyoduna asıllıq qrafiki hansıdır? Bu lambda bərabərdir. V vurulsun T'dir. V sabitsə lambda T ilə necə asıldır? Düz şəkildə asılıdır. 40 nömrəli sual. Suyun daxilində tarazlıqda olan eyni həcmli cisimlərə təsir edən Arximed qüvvələri arasındakı hansı münasibət doğrudur? Biz bilirik ki, Arximed qüvvəsi Rho maye J V-dir. Eyni mayedir. Mayenin sıxlığı dəyişmir, J dəyişmir. Bu batan həcmdir və burada batan həcmlər də gördüyümüz kimi eynidir. Batan həcmlər daha doğrusu eyni deyil. Fikir verirsinizsə 1 ilə 2-nin batan həcmləri eyni olduğuna görə bunlara təsir edən Arximed qüvvələri bərabərdir. Amma 3-cü cismin müəyyən bir hissəsi batıb, yəni batan həcmi azdır. Ona görə Arximed qüvvəsi də azdır. Deməli 1 ilə 2 bərabər 3-dən böyük. Belə bir variant lazımdır bizə. 1 ilə 2 bərabər 3-dən böyük. Doğru cavabımız D variantı. 41 nömrəli sual. Soyuma nəticəsində suyun temperaturu 18 dərəcə Selsi azalır. Kelvin şkalası üzrə başlanğıc temperatur 323 Kelvin olan bu suyun son temperaturunu hesabla. Deməli, belə yazarıq uşaqlar biz bunu. Deməli, bunun temperatur dəyişməsi 18 dərəcə Selsidir. Düzdürmü? Və biz bilirik ki, Selsi və Kelvində temperatur dəyişmələri bərabər olur. Selsidə 18-dirsə, onda Kelvində də bunun temperatur dəyişməsi 18 olacaq. Onda delta böyük T bərabərdir 18 yazaram. Delta T'nin yerinə də yazıram. T çıx T0 bərabərdir 18-ə. Son temperaturu soruşur bizdən. T çıxılsın. Başlanğıc 323-dür. Bərabər edirəm 18-ə. T də buradan nə alınır? 341 Kelvin alınır. Doğru cavabımız uşaqlar burada olacaq Y variantı. 42 nömrəli sual. Cismin istilik tutumu hansı ifadə ilə təyin olunur? Biz bilirik ki, istilik tutumu S bərabərdir Q bölünsün delta T'dir. Delta T də nədir? Temperatur dəyişməsi. Yəni Q bölünsün delta T'nin yerinə mən T2 çıx T1 yaza bilərəm. Q bölünsün T2 çıx T1 doğru cavab B variantı. 44. Bircə elektrik sahəsinə daxil edilmiş kürəciyə təsir edən qüvvənin onun yükündən asılılıq qrafiki elib bu sahənin intensivliyi. İntensivliyin düsturu Y bərabərdir F bölünsün Q-dür. Burada F 8, Q də 4. Cavabımız olacaqdır 2 kilonewton bölünsün kulon. Doğru cavabımız A variantı. 45. Verilmiş iki nöqtəvi yük arasındakı qarşılıqlı təsir, yəni Kulon qüvvəsinin modulunun onlar arasındakı məsafədən asılılıq qrafiki. Kulon qüvvəsi F bərabərdir K vur, modulda Q1, modulda Q2 böl R kvadratıdır. Yəni Kulon qüvvəsi məsafə ilə tərs kvadratik şəkildə asılıdır. 46. Elektrik yükünü toplamaq üçün istifadə olunan cihaz biz bilirik ki, enerjini və yükü toplayan qurğu kondensatordur. 47. Verilmiş elektrik sxemində K açarını qapadıqda hansı lampalar işıqlanır? Qayda nədir? Katod mənfiyə, anod isə müsbətə qoşulmalıdır. Bu açarı bağladım. Bura müsbət. Düzdür, bax, müsbətdən cəryan gəlir. Buradan keçir. Baxıram ki, bu katod müsbətə qoşulub. Katod müsbətə qoşulduğuna görə bu lampa yana bilməz. Çünki cəryanı buraxmayacaq da burada diod. Gəlirəm bura. Bura gələndə lampadan cəryan keçir və baxıram ki, həqiqətən də bu anod müsbətə qoşulub. Deməli, bu lampa işıqlanar. Qalxdıq yuxarı. Bura gələndə yenə katod müsbətə qoşulub, bu lampa yana bilməz. Yuxarı gəlirik və həqiqətən də anod müsbətə qoşulub, cəryan keçəcək, lampadan da cəryan keçəcək, ona görə lampa yanacaq. Hansı lampalar yanır? Yanır, yəni 1 və 3 yanmış olur. 48. Dövrə hissəsinin ümumi müqavimətini hesabla. Deməli, müqavimətdə necədir? Paraleldə vurub cəminə bölürük. 6-nı 3-ə vurduq 18. Bax, 6-nı vurduq 3-ə, böldük cəminə 9-a. Buradan aldım 2. Aldığım bu 2, bu üçüncüyə ardıcıldır.
Baxın, fikir verin, baba. Bu da bura ardıcıldır. Ardıcılda toplayıram. 2 plus 9 olacaqdır 11, 10. 49. Elektrolitlərdə sərbəst yük daşıyıcılar nədir? Əlbəttə ki, əzbər bilməliyik. Müsbət və mənfi iyonlardır. 50 nömrəli sual. Elektrik gərginliyin vahidi voltdur. Mis naqildən keçən cərəyan şiddətinin onun uclarındakı gərginliyə asıllıq qrafiki hansıdır? Mis aiddir metallara, düzdürmü? Metallarda da ohm qanunu ödənir. I bərabərdir U bölünsün R-ə görə. I ilə U düz mütənasib şəkildə asılıdır. Növbəti. Bərk cisim və mayelər üçün Euler-Venn diaqramında uyğun ifadələri müəyyən edin. Deməli, uşaqlar birincidə nə deyir? Həcmini saxlayır. Əlbəttə ki, bərk də, maye də hər ikisi həcmini saxlayır. Formasını saxlayan bərklərdir. Formasını saxlamır mayelər. Molekulların nizamlı düzülüşə malikdir. Bu da bərklərə aiddir. 2, 4, 3, 1 doğru cavabımız C variantı. Növbəti sual. Açar sözlərdən uyğun ardıcıllıqla istifadə edərək deyir ki, mətni tamamla. Nə deyir? Təmiz yarım keçiricinin tərkibində aşkar olmayan elektrik keçiriciliyi bu məxsusi keçiricilikdir. Öz elektronlarını asanlıqla verərək sərbəst elektron əmələ gətirə bilən aşkara deyilir. Sərbəst elektronlar əmələ gətirirsə, bax fikir verin, öz elektronlarını asanlıqla verərək sərbəst elektronlar əmələ gətirə bilən aşkara deyilir. Əlbəttə ki, burada vermə söhbəti var. Baxın, öz elektronlarını asanlıqla verərək. Verirsə bu donor aşkardır. Ona görə 5 uyğun gələcək. Yarım keçirici kristalda deşiklərin sayını artıra bilən aşkara deyilir. Bu akseptor aşkardır. Ona görə 4 uyğun gələcək. Əsas yük daşıyıcısı elektronlardırsa bu N tipdir. Çünki N tip mənfi sayılır. 3'dür. Deşiklər isə deşiklər müsbətdir. P tip yarım keçirici olacaq. Bir də 1'dir. 2, 5, 4, 3, 1 şəklində olacaq. 54 düz xətlə hərəkət edən verilmiş kütləli cismin sürətinin modulunun zamandan asılığı V bərabərdir 4D şəklindədir. Əvəzləyici qüvvə 20 isə kütlə hesabla. Əvəzləyici qüvvə bildiyimiz kimi M vur A'dır. M-i buradan tapanda olur. F əvəzləyici bölünsün A. Əvəzləyici qüvvə 20. Bəs təcil bu V bərabərdir AT tənliyidir. A'nın qarşısı, A'nın yerində 4 dayanıb. 20'ni də 4'ə böləndə alırıq buradan 5 kiloqram. 55. Elektrolit zamanı katod üzərində ayrılan maddənin kütləsi 6 milliqram olarsa, elektrolitdən keçən yükün miqdarını hesabla. Bu M bərabərdir K vur Q düsturudur. Buradan da deməli Q-nü tapanda olacaqdır. M bölünsün K. Yəni M 6 milliqramdır. Bölünsün. Bu da 0,3 milli ilə verilib. Bölünsün 0,3. Bu da olacaqdır 20 kulon. 56. Bircə elektrik sahəsi tərəfindən müsbət nöqtəvi yüklərə təsir edən qüvvələrin qiymətləri və yüklərin yerləşdiyi nöqtələr uyğun sahə intensivliklərinin modulları arasında hansı münasibət doğrudur? Bu bircins elektrik sahəsidir. Bircins elektrik sahəsində bütün nöqtələrdə intensivlik bərabər olur. Bəs yükü necə müqayisə eləyərəm? Deməli, yükü demir, daha doğrusu qüvvəni müqayisə elə. Bu da F bərabərdir Q-yə düsturudur. Y eynidirsə F Q ilə düz asılıdır. Q2 Q1-dən böyük olduğuna görə F2 də F1-dən böyük olar. 1 və 5. 57. Uyğunluğu müəyyən edin. Sabit gərginlik mənbəyinə rezistor və termistor qoşulub. Eyni vaxtda həm termistoru, həm də rezistoru qızdırsaq nə baş verir? Termistor biz bilirik ki, yarım keçiricidir. Rezistor isə nədir? Metaldır. Metalların müqaviməti, baxın, metalların müqaviməti temperaturdan düz asılıdır. Amma yarım keçirici, məsələn, termistor. Bunun müqaviməti isə temperaturdan tərsdir. Gəlin indi bir-bir baxaq. Deməli, termistoru qızdırıram. Termistor dedik ki, yarım keçiricidir. Termistoru qızdıranda temperatur artır, termistorun müqaviməti azalır. Termistorun müqaviməti azaldığına görə fikir verin, termistordan keçən cəryanı ölçən ampermetr A1'dir. Onda yazaram I1 bərabərdir U bölünsün R termistor. U dəyişmir. Termistorun müqaviməti azaldığına görə A1 ampermetrin göstərişi artar. Deməli, olacaqdır 1'ə D. 1'ə D. Deməli, termistorun müqaviməti azalmışdı. Termistorun müqaviməti azalar 2'yə C. Bununla işimiz bitdi. Keçdiyinci rezistor. Rezistor metaldır. Qızdıranda temperatur artır, müqaviməti artır. Avtomatik müqaviməti artırsa ampermetrin göstərişi azalacaq. Yəni A2 azalar. 2'yə bir dənə Y-də getdi. Amma rezistorun müqaviməti artdı. Ona görə 1'ə B getdi. Gəldik voltmetrin göstərişi. Voltmetrin göstərişi dəyişməz. Çünki bura A, bura B desəm,
boş naqildir, burada A-dır, burada A-dır. Bura B-dirsə, boş naqildir, burada B-dir, burada B-dir. Fikir verin, AB arasındakı gərginlik sabitdir. Voltmetrdə AB arasındakı gərginliyi ölçür. Ona görə voltmetrin də göstərişi dəyişməz. 3-ə də getdi A variantı. 58. 0 dərəcə Celsius temperaturda müqaməti 40 ohm olan metal naqilin 50 dərəcə Celsius temperaturdakı müqamətini hesabla. 0 dərəcə Celsiusdəki müqamət R0 demişik. Bunu bizə 40 verib. 50 dərəcə Celsiusdə müqaməti soruşur. Bu da R bərabərdir. R0 vurulsun, 1 üstə gəlinsin. Alfa delta T'dir. Yerinə qoyub hesablasam. 40 vurulsun, 1 üstə gəlinsin. Alfa 1000-4. Vurulsun temperatur dəyişməsi 0-dan 50-yə gəlib 50-dir. Buradan da bundan deməli fikir verək. Bundan bu 0 getdi. 4-ü 5-ə vuranda 20, 100-ə böləndə 0.2, üstünə 1 gəlib 1.2. Alıram 40 vurulsun, 1.2. Buradan da olacaqdır 48. Düz deyirəm, 48 ohm olacaqdır. 59 nömrəli sual. Şəkildə göstərilən elektrik dövrəsinin sxemini qur. Demək, burada bir dənə batereya var, açar var. Aha, burada bir dənə reostat var. Lampaya paralel birləşib voltmetr, ona da uyğun ampermetr. Aha, gəlin qurağım. Belə bir şey quraq burada. Deməli, bir dənə mənbəmiz olsun. Baxın, bu bizim mənbəmizdir. Deməli, burada bir dənə açar var. Baxın, burada bir dənə açarımız var. Ona uyğun gəlib, burada nə birləşibdir? Bir dənə reostat birləşib. Bu şəkildə bir dənə reostat birləşibdir. Sonra ona uyğun bir dənə yanında ardıcıl olaraq lampa birləşib. Bir dənə lampamız var. Və bunun uclarındakı gərginliyi ölçür. Bir dənə bura voltmetr qoşublar paralel olaraq. Sonra da bunun yanına bir dənə nə birləşdiriblər? Ampermetr birləşdiriblər. Onu da gətirib qoşuruq bura. Fikir verin, bura müsbət, bura mənfi. Müsbətdən cəryan gəlir. Reostatdan keçir. Lampa var, ona voltmetr qoşulub və ampermetr qoşulub. Bu şəkildə bir dövrə alınmış olur uşaqlar. Növbəti sualımız 60 nömrəli sual. Başlanğıc temperaturu 27 dərəcə Celsius olan verilmiş kütləli qurğuşun müəyyən müddət qızdırılaraq tamamilə əridilir. Bütün bu prosesə uyğun qurğuşunun temperaturunun aldığı istilik miqdarına asılılıq qrafikini çəkin. Demək, bu müddətdə deyir, müəyyən müddətdə qızdırılaraq tamamilə əridilir. Bütün bu prosesə uyğun qurğuşunun temperaturunun aldığı istilik miqdarından, asılılıq qrafikini çəkin. Uyğun cüzda yazmaqla cavabınızı əsaslandırın. Köy ərimə də 327 dərəcə Celsiusdir.